Ağzımı açacağım. Sat. Sen ki papel eləməklə nağalini eləyəcəksən mənə. Salam əziz izləyicilər. Hər kəsə salam. 33 yaşım var. Sağ dedim stolun yekəsini götürək. Nə, hələ ki Dedim mışlıqla saldım 5 manat qabağa düşür. 2 manat fərq vardı qiymətdə. Gəlin da. Bu günlərim deməli bildiyiniz kimi bizim səs eləmədə qoy 10 dəqiqə getdi. deməli bildiyiniz kimi bizim kanalımız zaten var amma uzun müddətdir video paylaşa bilmirdik. Amma sonunda axır ki videolarımız bəlli bir periodla inşallah tez-tez paylaşılacaq. Bugünkü mövzumuz 90-cı illərin gəncləri, yəni biz və digər təbii ki gənclər və bir də ki 2001. və bir də ki 20-ci ilin, yəni daha doğrusu 2000-ci illərdən sonra, hə 2000'lər. 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 Niyə Niyə 1990-a 1900-cü illərini demirlər, 90-cı illərini deyirlər, amma 2020, 2000-dən sonrakına 20 demirlər, 2000'lər deyirlər. Manat satmır. Yox, 1900-cü illər deyirlər də. 900-dən bu tərəfə. Mən deyərdim 1990-cı illər. Daha doğrusu 1990-dan bu tərəfə. Doğrunu sən bilmirsən, Allah bilir əxirət dünyasında. 90-cı illər və 2000-ci illər. Gənclərin xahiş eləmək, bu mən sürtməm. Özüm istəyir. Və 2000-ci illər. Bəli. Fərqlərindən danışacağıq. Yəni gənclərin fərqləri. Biz burada kimisə pisləmirik. Demirik ki, 2000-ci illərin gəncləri pisdir. Yox. Amma ümumiyyətlə aralarında həqiqətən yerlə göy qədər demək olar ki, fərq var. Birinci fərq nədir? Düşüncə tərzi. Səncə niyə görə 2000-ci illərin düşüncə tərzi 90-cı illərdən fərqlənir? Nəyə əsasən? Elə fikir olaraq. Adı deyirəm də fikir olaraq niyə fərqlənir? Elə deyirəm də fikir olaraq, ağıl olaraq. Aparın da bundan onlar. Bax özün ye götür. 90-cı illərin elə gənclərini görürük. Bu isə nətərdir? Hamıya aid olan bir şey deyil də. Burada müəyyən çıxıntılar var da. Yəni bəzilərinin çıxmaq şərtləri bizim ordu dildə deyirlər, yaxşısından elə. Elə bir adam var ki, elə insan var ki, oturursan 50 yaşlı, baxırsan ona deyirsən ki, mən bundan nə dərs götürürəm. Amma elə adam var ki, 2000-ci illərdən sonra da anadan olub, baxırsan elə 50 yaşlı kişi gəlib ona deyir ki, mən nə edə bilərəm misal üçün bu işdə. Razıyam, bu çoxluq var. Məsəl üçün 90-cı illərdə 100%-in 80%-in ağıllı bir düşüncə çıxırdısa və yaxud həyat tərzi daha yaxşı idisə, 2000-ci illərin uşaqlarında, gənclərində 100%-in, 100 nəfərin 50-si ya 40-ı sən dediyin kimi olar. Mənə elə gəlir ki, bu biraz sosial şəbəkələrdən irəli gələn bir şeydir. İzah edeyim. Oturur uşaq, TikTokdur qardaşım. Hamının bu dəqiqə müzakirə olduğu bir söhbət. TikTok cəmaatını öyün yıxır. Evin yıxmır, ailə tərbiyəsindən çox şey asılıdır. İndi elə analar var ki, elə 2000-ci illərin anaları var ki, bu dəqiqə öz uşağını elə şeylərdən qoruyur. Görüb götürdü dünyası. Uşaq baxır, mən özüm şahid olmuşam. Vallah billah düz deyirəm. Qıraqdan baxıram YouTube Shorts var, orada videolar, TikTok fasıl videolar. Afrikada bir dənə video çəkiblər, uşaq telefonla oynayır, anası gəlir offlovla döyür, offlovla da, okley deyirlər, offlov deyirlər, hələ bir şey deyir. Onunla döyür, əlindən okleyib başlayır anasını döyməyə. 2 yaşlı uşaq bunu baxım nə götürəcək? Yəni faktiki olaraq bir 5 ildən sonra, 10 ildən sonra bu da anası üstünə gələndə düz deyin uşaq döymək təbii ki bu şiddətə qarşıyıq. Yəni o öz yerində. Ümumiyyətlə şiddətə qarşıyıq. Fakt o yoxdur. Yəni qadın olsun, şiddətə qarşı yaxşı olsun. Amma mən sənə bir şey deyim. Amma mən bitirmədim. Yox, mən sənə bir şey deyim də. Bir şey. Sən dediyinlə razıyam. Amma mən 96-yam da. 90-cı illərin bir gənci olaraq Allah ömür versin. Allah sənə də ömür versin. Allah sizdən razı olsun. Biz məsəl üçün mən elə ki onlara baxırdım ki, yəni konkret, yəni ona normal insan baxanda psixologiyası pozular da, kəsmə, tökmə, nə bilim, gic onlara. Və mən niyə pozulmamışam? Kinodan getmir söhbət. Söhbət faktiki olaraq real insanlarına gedib. Kino bilmir ki, görürük də nə fərq var ya? Bizdə iç xəbər yox, şey var idi. Nə idi o xəbərin adı? Bir dənə anestezi verirdilər. İç xəbərdən də əlavə bir dənəsi var idi. Xəbərçi. Yox, ayda. Ancaq ölüm paylaşırdılar.
O rəylərdə yazarsınız. Mənə yadımdan çıxdı. Aynəsdə əvvəllər verirdilər. Məhkumlarla söhbət edirlər onu desən. Yox, tək o deyildi. Ümumiyyətlə, hansı cinayət oldu, kim bıçaqladı, kim. Orada da biz görürük də ona qalsa. Şiddətlər var idi o vaxtda. Düz indiki kimi yaygın deyildi. Məsəl üçün o vaxtda kimsə öləndə, eləyəndə hamı gedir, ayda filan kəs ölüb. İndi kimsə öləndə adi qarşılayır. Özün bir dənə məntiqindən götürdü. Faktiki olaraq bir dəqiqə hansısa gəncə. Demirəm, bir sənə tər deyirmək istəyirəm qapısı açıq deyir. Tırnağına nə gəlib. Mənə bu gündən kimsə desə ki, qaqa bu düz yoldur. Mən onu özü fikirləşməliyəm ki, bu düz yoldur yoxsa yox deyil. Ay sağ ol. Səhvdir. Amma insanlar bir dəqiqə adicə baqa götürək qadın fason kişilərdən. Baxırsan, bu biraz qarışıq məsələdir Arun. Niyə deyimsə? İnsanları pulsuzluq dəhşət çox sıxır. Düz deyil, hər problemə düşürsən, düş Allahın sınağıdır. Sənin insanlıq sınağında var, cinsiyyət sınağında var, başa düşsən. Sən bugünkü gündə 5 manat puldan ötəri öz həyatını dəyişib kişiliyi tullayırsansa, o deməklə sən elə canında var imiş, bu sözsüz. Abi istəyirsən get harda vuruşsan, vuruşma, yox. Ay sağ ol. Bacı. Yox. Amma mənə görə dövr fərqi var. Necə dövr fərqi var? 2000-ci illərin gəncləri, 2000-ci illərin gəncləri mən düşünürəm ki, hətta deyərim ki 2010-dan bu tərəfə, 2015-dən bu tərəfə çox rahatdılar. Mən heç vaxt əlimi atıb qonaq süfrəsindən bir dənə şey götürə bilməzdim. İkisi söhbət. Mamama baxırdım. Bax belə mamama baxırdım. Mamam belə deyirdi. Belə eləyirdi. Deyirdim, ha, pisiyoyu, mən burada mum kimi durmalıyam. Yəni, öl desə öləcəm, qal desə qalacam. Amma indikilərə baxıram, o deyil. Uşaq vaxtından gedir ha söhbət. Uşaq nə bilir, ya, o vaxtı sosial şəbəkə deyirsiniz, sən sosial şəbəkələrdən pozuldular. 2001-ci təvəllüdən mən də elə olmuşam. Mən özüm sırf dağıdırdım aşağı düşmək üçün, olmaz, evdə oturmalısın. Və deyirəm, mən 2015-dən bu tərəfə deyirəm. Sən bana qulaq asmırsan, söhbət danışırım mən burada. Başqa temadır. Bu. 2015-dən o tərəflərin hamısı körpədir. 11 yaşı var. Hanım, nəyin söhbətini aparsan sən? 11 yaşlı uşağı söhbətini aparsan burada. Mən 11 yaşında bilsən. Amma mən 13 yaşında işləyirdim ha. 13 yaşında işləyirdim. Eşitsəm. Kafedə. Yox, indi belə götürək. İndiki işə göndərmək olar, adamın gözünü çıxarar. O sözsüz. Bugünkü gündə hansısa bir uşaq, yəni nətərsə hərəkət edirsə, o yəni nətər demək, valideyndən çox şey asılıdır. İndiki uşaqlar nətərdir? Ağlayır, maması telefonu verir ki, səsi gəlsin. Bundan irəli gəlir. Azərbaycan, Azərbaycan. anam Azərbaycan. Qulaqlarıma sosial müdafiə fonduna görə yardım istəyirəm. Mən də sən elə 1990-cı illərdə qalıb zarafatlarım. Biraz upgrade eləmək lazım. Mən boomeram, məsələn sən. Nə? Boomeram mən. Vurmursan? Niyə vurmursan? Köhnə fikirli, köhnə düşüncəli adam. Mən də özüm də köhnə fikirliyəm, amma real olaraq faktiki olaraq məntiqi elə bir şey var. Köhnə zamanə eyni zamanədir. Həmin torpaqda, həmin zamandır. 5 dənə bina 5 mərtəbə artıbsa, o demək deyil ki, hər şey dəyişdi. Həmin insanlarıq. Texnologiya irəliləyib, həbşo. Bundan insan var TikTokdan misal üçün acı götürürəm sosial şəbəkələrdə. Mən özüm Instagram, TikToku alverimi misal üçün qaldırmaq üçün istifadə edə bilərəm. Oturub misal üçün giz-giz şeylər paylaşmaqdan da istifadə edə bilərəm. Amma onlar amma giz şeylər istifadə edirlər. Mən sənə bir şey deyim, qardaşım. Nədən irəli gəlir? Bu kütlənin belə çoxalmağı nədən irəli gəlir? Sən ona baxmasan, mən ona baxmasam, mənim kimdə bir 100 min, 500 min adam baxmasa, acizə götürək, insan var, xəyalları var. Sözümü mürəbbə ilə kəsin, mən baxmıram şəxsən. Ona görə TikTokda risk aldı ki. Qulaq asla qardaşım var. Mən misal üçün sənətkar insanım da, götürək. Rəssamam, mən rəssam, başlayıram rəsmlərimi çəkmə. Axşam yenə 15 like, 20 like. Bir dəfə olacaq, 2 dəfə olacaq, 3 ay, 1 ay, 5 ay, belə olacaq, mən onun başını buraxacam, başa düşsən. Bu biraz, belə deyimsə, motivasiya söhbəti də var da. Amma mən bu dəqiqə durum burada nətərsə edəm, köynəmi çıxardım, ağzıma gələn rəqs oynayım, axşama mənim 5000-im var, like-ım var. Mən nə edəcəm? Mən bunun davamiyyətini gətirəcəm. Bu bundan irəli gəlir də. Yəni faktiki olaraq insanlar biz demək ki, mən dediyimə gəlirsən də zamanə fərqi var. Zamanə fərqi yoxdur. Belə bir insanları biz yaradırıq. O TikToka 50 yaşlı kişi də baxır, 30 yaşlı kişi də baxır, 90-cı ildə 80 təvəllüdlər də baxır. Yəni hə baxırlar, mən olur da qardaşım güzel getmir, tanışlarım var, otururlar baxırlar. Mən şəxsən özüm TikTokdan istifadə eləmirəm. İstifadə edirəm, baxır nə üçün istifadə edirəm. Mən nə mənada mən girib baxmıram. Oturarıq uşaqlar qrupda video ataraq girib bax.
10 dənəsindən birinə, ikisinə baxıram. Mən də. Baxıram. Mən də. Mırtım bir dənə aşağı zarafat belə eləyirəm ki, görüm nə olacaq. O insan hisslənir ki, mənim tanışım var idi. 15 ilin xanəndəsidir, indi 17 il zad olacaq. Adam Bayat İşrazı muğamatları oxumaqdansa var, səslənsə var. Təsirlidir. Biliyi var, musiqidə biliyi var, təsnifləri hamısı bilir. 2001-dir. Hə. 2001. 2001-lərə girişmədi. Biraz yuxarılardan girir. Bildim lap olsun 1985-ci il. Yox, yuxarı deyirəm. Aşağı nə düşürsən? Olsun lap 2005. Olsun da qardaşım, fərqi nədir ki? Ayrıca götürək Amerika, nətər deyim sənə, əlverişlər ölkəsidir də. Yəni xəyallar ölkəsi, yəni gerçəkləşdirmə ölkəsidir. Amma niyə Amerika, niyə Azərbaycan olmur? Çünki biz sənətlər, düzdür, belə temaların dərinliyi biraz bizi yora bilər. Ona görə mən bunu dərinliyə edəmirəm. Faktiki olaraq bugünkü gündə hansısa bir yanlış bir kütlənin əmələ gəlməsinin səbəbləri bizim elə millətimizin hamısında bir günah var. Qardaş, baxma. Əlbəttə ki, mən də onu deyirəm də, baxma. Bəzi TikTokerlər girdilər, ağızlarına gələn danışdılar, elədilər. Bir dəfə, iki dəfə, üç dəfə, axırı həbs elədilər. Gir, bax, gör söyən var. Demək olar ki, yoxdur. Demək olar ki, yoxdur. Demirəm yoxdur. Demək olar ki, yoxdur. 5-ini apardılar, 15-i ucu qoxdu. Məni də aparacaqlar. Nədən ibarət gəlir? Bizim millətdən ibarət gəlir. Qardaş, baxmayın. Qınamıram, qalmaqal daha çox diqqət çəkir. Qalmaqalla yadda qalır. Qalmaqalla yaddan. Deyir, milyon dənə yaxşılıq elə, bir dənə pislik elə, milyon ortada getdi. Başa düşürsən bu söhbətdir. O da hər şey gündəlik bizim elədiyimiz həyatdan ibarət olur. Normalda su içməmiz, hərəkət eləməyimiz, işdə, gücdə, əməllərdə, addımlarda hamısı bir-birinə oxşar bir şeylərdir. Yəni budur səbəb. Bax şimdi nəsə belə. Hə, nə danışdın sən bayaq? Başqa dedik ki. Sən nə eləyirsən elə Allahın da. Mən sənə bir sözlə bura. Tabutda təhkir edəcəksən. Ona görə özünə inanmaq lazım. İndiki gənclər şiddətə meyillidir. Meyillidir. Niyə meyillidir? Meyillidir. Niyə meyillidir? Onu cavablama. Rəylərdə xahiş edirəm yazın. Niyə meyillidir? Sizcə ümumiyyətlə bu danışdıqlarımız məsələlər haqqında xahiş edirəm yorumlarınızı, rəylərinizi mütləq şəkildə yazın, bizə bildirin ki, bax məsəl üçün deyin ki, mən belə fikirləşmirəm. Mən fikirləşirəm ki, indiki gənclər daha nə bilim nədir falan. Ki zaten indiki gənclər özlərini haqlı çıxarlar. Demirəm, indiki gənclər pisdir. Yenə deyirəm. Mənim indiki gənclərlə bir qəsdi qərəzim yoxdur. Mənim özüm də ətrafımda, tanıdıqlarım arasında, yəni elələr var ki, yəni neçə dənə 90-cı illərin adamlarına dəyər. Yəni həqiqətən də. Amma yenə deyirəm, çoxluq hal-hazırda bərbad vəziyyətdədir. Konkret nə fikirləri var, nə özlərinə görə bir zövq desən, zövq yox. Nə bilim, fikir desən, fikir yox. İdeya desən, ideya yox. Yəni heç nə yox da qardaş, bomboş yaşayırlar. Sadəcə bomboş. Baxdıqları kinolara baxıram. Deyirəm ay Allah, bunlar nəyə baxırlar belə? Baxdıqları verişlərə Ayoğa verişlərə baxıram. Deyirəm ay Allah, bunlar nəyə? Mahnılara qulaq asıram. Deyirəm ha, bunlar nəyə qulaq asırlar belə? Bizim dövrün mahnıları, keçmişin mahnıları qalıb. Keçən də ay Allah, kim idi? Deyirəm. Demis Roussos deyirəm, tanıyırsan? Deyir, Demis Roussos kimdir? Ay, dəhşətli vəziyyət. Marimati deyirəm, deyir Marimati kimdir? Nə bilim, onun adını çəkirəm, deyir o kimdir? Pis. Ağzımı açacağam. Pis açacağam. Sən indi demək istəyirsən ki, bir yaxdan ağzı bağlı mı söhbət edirdin? Hay qa. Əlində ilan var. O bir silahını da göstər. Bizim fikirlərimiz, düşüncələrimiz belədir. İndi maraqlı, kimsə maraqlı ola bilər, kimsə maraqlı olmaya bilər. Kimsə indi rəydə böyük ihtimal yazacaq ki, sizin fikirləriniz bizim üçün maraqlı deyil. Düz edirsiniz. Ne edirsinizsə düz edirsiniz. Belə, bundan sonra dediyim kimi, ikimiz olacaq inşallah. Hələ ki buradayıq, bu yerdəyik, yəni məkan olaraq. Məkanımızı biraz inşallah zamanla daha da Get senarimi oxu gəl. Məkan inşallah olaraq bugünkü gündə də əla vəziyyətdədir. Hər şey yaxşı olacaq. İnkişaflara doğru irəliləyir. İnkişafa doğru irəliləyir. Sən nə var?
like koyun, abone olun ve Allah rızası yorumlarınızı Allah Allah'ı sevenler yatsın. yatsın. Allah'ı sevenler yatsın. Budur. Bu qədər. Növbəti bizim deməli videomuzda belə deyim də, maraqlı bir konseptimiz olacaq. Çox maraqlı bir konseptimiz olacaq. Cavid yəqin ki bilirsiniz, bilmirsinizsə böyük ehtimalla zamanla biləcəksiniz. Manist. Bu arada həqiqətən də Cavid mahnı oxuyan müğənnidir, manistdir və çox da gözəl səsi var. İnşallah zamanla zaten görəcəksiniz. Növbəti bizim videomuzda gün ərzində, bir gündə, daha doğrusu bir gündə video, mahnı sözlərini yazmaq, musiqisini yazmaq, onu səs yazma studiyasında səsləndirmək və s. və klipini çəkmək bir gün ərzində. Bunların hamısını inşallah bir gün ərzində edəcəyik və onu video şəklinə çəkəcəyik.